Həzrəti Musa əleyhissalam Misirdən qaçıbdı. Arxasınca böyük bir güc, o zamanın hegemon bir qüdrəti təqib eləyir. Uzaqlaşıb, öz diyarından uzaqlaşıb qərib birisidir. Nə yeməyi var, nə içməyi var, heç nəyi yoxdur. Olduqca fəqir birisinə dönübdü. Gəlir görür ki, o bir çeşmənin başında çobanlar qoyunlarını suvarır, 2 dənə də xanım qoyunlarını bunlardan qoruyur ki, bunlar suvarıb yetsin, sonra kömək eləyir o xanımlara. Ondan sonra Qur'an-ı Kerim burada bir məsələni, Musanın bir halını bizə vəsf eləyir ki, istəyirəm bax bu halda olaq bu gecə biz. Ki deyir, elə ki Musa həmin o 2 xanımın heyvanlarını suardı, getdi bir ağacın kölgəsində oturdu. Gör nə qədər çarəsiz qalıb. Heç kimi yoxdur Musanın. Orada bu sözləri dedi, İlahi sənin mənə göndərəcəyin hər xeyrə ehtiyacım var bu saat. Balaca bir işıq da olsa səndən gəlsə mən ehtiyac içindəyəm bu anda mən. Tam ruhunun fəqirliyini Allahın qarşısında etiraf elədi. Allah da Həzrəti Musanı bir peyğəmbər olaraq Misrə göndərdi. Bu cür müqəddəratını insan dəyişə bilir. Hər şeyini itirib insan, ümid də yoxdur. Ümid yalnız Allahdadır. Quran deyir ki, Allahın rəvhından, rəvh rəhmət kimi tərcümə edirlər. Allahın rəhmətindən ümidsiz olmayın. Allahın rəhmətindən yalnız kafir qövm ümidsiz olar. Rəvh əslində rəhmət mənasında deyil. Rəvh elə ki, bir qapalı yerdəsən, nəfəs almağa artıq oksigen bitib, nəfəs alanmırsan. Bir dəlik açılır, oradan hava gəlir sənə. Neyniyərsən? Gedəcəksən, üzü tutasan, o dəliyə tərəf ki, gələn havanı udasan. Bütün sıxıntıların içərisində Allah bir rəvh qoyub, bir bax oradan bir qurtuluş dəliyi qoyub ki, sən o qurtuluşdan ümidi üzməyəcəksən. İnnə ma'al usri yusra, fə innə ma'al usri yusra. Hər bir çətinliklə yanaşı bir asanlıq var. Asanlıq o çətinliyin içindədir. O sıxıntıların içindədir. Ona görə də hədisdə buyurulur ki, nə qədər çox əziyyət, zülüm, çətinlik artdıqda bilin ki, qurtuluş daha yaxındadır. Qurtuluşa daha yaxınsınız. Nə qədər əziyyətə düşsən, bil ki, çıxış yolun bir o qədər yaxınlaşıbdır sənin.